Salam, axşamınız xeyir olsun. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Bu günlərim sizə belə bir qarışıq video çəkəcəm. Yəni günlərimi havalar soyuq keçdiyinə görə yığmışam evə, bir yerə. İstədim onları çəkim göstərəm sizə. Yəni hamısı bir yerdə olmuşkən. Bura belə yığmışam, begoniyalar falan yığdım bir yerə. Çünki pəncərə önünə gətirdim sukulentləri, kaktusları yığmışam. Buradan başlayayım. Bu gülün qabını dəyişdim. Belə bir qaba əkdim. Ağ qabda çox qəşəng görsənir. Sonra begoniyamın da qabını dəyişmişdim. Bilmirəm sizə göstərmişəm ya yox. Dəyişdim qabını. Biraz yarpaqlarında solmalar oldu. Amma yavaş-yavaş özünə gəldi. Və sığortalamaqdan ötürü hər ehtimala qarşı belə bir artırma da elədim ki, birdən solsa, yəni əlimdə olsun. Sonra burada hoyam vardı. Artıq görürsünüz bu üstdəki yarpaqlar yeni olan yarpaqlarıdır və belə bir dayanmaq üçün belə dəmirdi, bilmirəm nəsə belə bir şey var. Onunla belə dolayacam üstünə, qəşəng böyüsün. Burada 2 dənə yarpağın qoymuşdum. Deyəsən bunlar da tutublar. Çünki tutmasaydı yəqin ki saralardı ya çürümə olardı, amma qəşəng qalıblar. Sonra burada var məndə kəpənək gülü. Çox bəyənirəm kəpənək gülün, amma məndə nəsə yaxşı böyümür. Bilmirəm nədəndir, amma belə cılız formada qalıb. Sonra artırdıqlarımdan belə biri var. Yox, bunu artırmamışam. Bunu balaca formada, lap balacaydı alanda. Belə bir göstərmişdim sizə də ki, bu su içdiyimiz qabları belə atmıram, kəsirəm, belə güllərdə istifadə edirəm ki, həm mənə belə köklərin görməyə rahat olur, həm də belə balaca bir qablar olur. Sonra bu qadın xoşbəxtliyi gülüdür. Bunun məndə bir yarpağı variqat olanı var, bir də belə sadə, amma bu cır yarpaqları var bunun, yəni o böyük yarpaqlardan deyil, belə bir balaca bir formasıdır. Artıq gülləri də ötüb keçib, belə yaşıllaşıblar. Sonra mənim belə bir çaynikim vardı. Bunun altı düşdü. Mən ora kauçuk bir qapaq qoydum. Belə deşdim altın. Bir dənə belə kaktus əkmişəm bura. Bu çöldəydi. Gördüm havalar çox soyuqdur. Hər ehtimala gətirdim evə. Amma başqa da məndə bu kaktusdan var. Onu çöldə saxlamışam. Sonra burada var məndə dekabrist. Bu da yayda bunun yarpaqları gün çox yandırmışdı. İndi yavaş-yavaş özünə gəlir. Hələ çiçək də açmışdı bunlar. Sonra mənim begoniyalarım 2 qabdadır. Maşallah, maşallah çox qəşəngdilər. Çox bəyənirəm bu gülləri mən. Belənciyinə 2 qabdadır. Qəşəng də böyüyürlər. Belə bir begoniyam da var. Yarpaqları çox gözəldir, amma hələ ki belə dibindən balası falan yoxdur. Belədir. Sonra var burada məndə bu dollar gülü. Bunlar ayrı qablardaydı, birləşdirdim bir yerə. Kökləri var, kök atıblar, amma belə bir irəliləyiş yoxdur. Hələ ki bu formadadır. Sonra var bu. Bilmirəm bu Hovartia sortundandır ya nədir o aloya veradır, onlardandır. Amma çox qəşəngdir. Yarpaqların forması belə bəyənirəm mən bu gülü. Sonra məndə nə var burada? Belə bir singonium var. Bunda solurdu, gətirdim, dəyişdim. Qəşəngdir yarpaqların forması. Bir də potos sarmaşığım. Bunu da qabını dəyişdim. Yeni yarpaqları həm böyükdür, həm də rəngi qəşəng fərqlidir. Sonra sizə mən göstərmişdim ki, bu alokasiya zebra olanı mən parnik kimi özüm klokda düzəltmişdim. Orada böyüdürdüm. Amma indi çıxartmışam. Hələ ki yaxşıdır.
Baxın belə. Sonra burada belə bir begoniyam da var. Və buradakılar begoniyalardır. Göstərim sizə. Bunları dəyişmədim qabların. Çünki öz qabları çox qəşəngdir. Belə yarpaqlarında solmalar vardı. Onları götürdüm. Amma yaxşıdırlar. Belə yeni balaları, pöhrələri çıxır orada. Sonra bu sansiveriyamdır. Bunun inşallah torpaq alıb qabını dəyişmək istəyirəm. Çünki məndə gələndən bu qabdadır. Dəyişəcəm bunu inşallah. Sonra burada belə bir begoniyalar var. Göstərmişəm bunu sizə. Sonra bu yeni almışdım. Artıq buradan bir pöhrəsi çıxır. Sonra burada da singonium yenə dəyişdim. Xoşuma gəlmirdi torpağı. Burada da 2 sortdur. Bir yarpağı belədir. Bir də belə qırmızı olanıdır. Artıq yavaş-yavaş özünə gəlir. Sonra orada göstərim kaktuslardır, sukulentlərdir. Yığmışam hamısını bir yerə ki, inşallah bu həftə havalar çox soyuq, belə şaxtalı falan görsənir. Onları atlatandan sonra onsuz da mart ayı gəlir, havalar isinəcək və güllərim çölə yığacam. Bu kaktuslarımdır, baxın. Bunları qarışıq əkmişəm, yer olmadığına görə. Neçəsini bir qaba yerləşdirmişəm. 2 sort dovşan qulağı var məndə. Çox bəyənirəm bu kaktusu. Bir qaba əkmişəm. Sonra bu krasuladır deyəsən, onun bir növüdür. Belə olanı var, bir də belə olanı var məndə. Çox bəyənirəm bunları da. Yığmışam. Sonra belə bir şirek qulağım var. Bunun qırmızı olanı da inşallah sifariş eləmişəm. Gəlsin göstərərəm sizə. Sonra bu pul ağacımın da qabını dəyişdim. Belə bir qəşəng qaba keçirtdim. Ağ qaba. Sonra belə bir kaktus var. Bu kaktusun da qabını dəyişdim. Qopartdım belə yanlarına da əkmişəm. Aşkın göz yaşıdır. Orada öz halındadır. Burada da belə qarışıqdır. Bu göstərdim qadın xoşbəxtliyin yarpağı belə olanıdır. Bu yeni yarpağıdır. Mənə gələndən sonra çıxan yarpağıdır. Sonra budur. Bunun da qabını dəyişdim. Bunlar yeni yarpaqlarıdır. Bu nə idi? Pul ağacı. Deyəsən odur. Sonra begoniyamın da qabını dəyişdim. Torpağı xoşuma gəlmirdi. Rahat bir, yəni yumuşaq torpağa keçirtdim. Sonra burada sansiveriyamdır. Bu qıvırcıq olanımdır. İnşallah ki bitər. Çünki bu çox pis vəziyyətə düşmüşdü. Burada belə bir sarmaşığım var. Çox bəyənirəm mən bunu. Qəşəngdə böyüyür. Belə bir sarmaşığım da var. Burada 3-4 sort əkmişəm. Sonra sizə göstərim. Yuxarıda məndə hoya var. Baxın. Çox qəşəngdir. Bunlar yeni yarpaqlarıdır. Çıxırlar. Sonra bu sarmaşığım da bax. Bunlar da yeni yarpaqlarıdır. Bunun torpaq xoşuma gəlmirdi. Dəyişmək istirdim. Amma sonra gördüm ki yeni yarpaqlar verir. Ona görə dəymədim bunlara. Sonra var məndə burada Monstera. Bir yarpaq verdi mənə belə. Amma ki görürsünüz ki yarpaqları hələ elə kəsik deyil. Amma buradan yeni bir yarpaq da gəlir. İndi bilmirəm. Bəlkə inşallah o kəsik olar. Amma bu Monsterada bu çıxan yarpağı belə kəsik oldu. Sonra bu alakasiya var. Yarpağın burası belə yanıb. Bilmirəm bu su çox vermişəm ondan olub ya torpağı yaxşı deyil nədirsə. Belə bir yarpağında yanma var. Sonra bu hoyam var. Bu rəngi çox qəşəngdir. İnşallah ki bitirərəm bunu. 2 budaq var burada məndə. Sonra bu hoya da var. Baxın bu yeni yarpağıdır. Çıxır burada. O hoyam da var. Bu aglonemadır. Aglonema. Burada belə bir hoya da var məndə. Mən hoyaları da çox sevirəm.
Ona görə istəyirəm ki, məndə çox olsun hoyalardan. Sonra belə biri də var. Bu da qabını dəyişdim. Hələ belə solğundur. İnşallah ki, özünə gələr. Sonra bu begoniyamdır. Qəşəngdir. O böyüsə çox qəşəng olur yarpaqları. Burada da məndə bu sarmaşıqdır. Bu da elə ona oxşayır, amma bu sarmaşıq formasıdır. Bu belə bir şeydir. Bunun adını bilmirəm, unutmuşam. Burada bu adi hoyalardır. Bu yarpağı belə formada olandır. Belə. Sonra burada hovartiyalarım var. Yığmışam onları da bura. Yəni belə yığmışam. İnşallah ki, havalar düzəlsin. Kaktuslar, sukulentlər çölə gedəcək. Ona görə onlar da gələcək bu stentin üstünə. Yer məndə azalmış olacaq. İnşallah sabahlarımda o biri tərəfdəki gülləri çəkərəm. Bir də sabah inşallah yeni güllərim var. Onlar gəlməlidir. Onları da çəkib göstərərəm sizə. Və bir şey göstərim burada mən. Burada işıq yanmır. Görün buradan işıq düşsə. Məryəm, gəl bir dənə o işığı yandır. Belə qaranlıqda görsənmi? Qoy. Yandırsın. Bu gülümün də qabını dəyişdim. Belə bir qəşəng qab aldım ona. Və belə dəyişdim. Burada saralmış yarpaqları vardı. Onları da kəsdim, götürdüm. Sonra bilməm bunu göstərmişdimsə yoxsa yox, qabını dəyişdim. Yarpaqları nəsə belə, o da deyəsən klokda çox belə güllər sıxışmışdı. Ondan zədələnmişdi yarpaqları. Monsteramdır. Bunun yarpaqlarını sildim nəmli əski ilə. Belə. Sonra belə bunları göstərim elə sizə. Orada su qoymuşam güllər üçün ki, nəm ehtiyatını ödəsin. Fikusumdur. Bunları da qoymuşam bura. Bu qədər. İnşallah ki, videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. İnşallah sabah yeni güllərim gəlsin. Onları da çəkib sizə göstərəcəm. Hələlik sağ olun.